Dünyanın şərqində kiməsə zülm olunur. Qərbində sən yaşayırsan, məsələn, hədislərdə var, narahat deyilsənsə, sən müsəlman deyilsən. Sənin müsəlmanlığın meyarı var, sənin imanının göstəricisi var. Sən başqasının, bir insanın, bir müsəlmanın dərdi ilə, qəmi ilə qəmlənmirsənsə, sən müsəlman deyilsən. Qiyamət günü iki dəstə cəhənnəmə gedir. Zülm və cinayət eləyənlər və zülmə və cinayətə biganə olanlar. Amma vecinə deyil. Deyim, mənə nə var, sənə nə varsınsa, Peyğəmbər deyil, sənə nə var, onda sən müsəlman deyilsin. Sən mənim ümmətimdən sayılmırsan. Mənə nə varla müsəlmançılıq bir araya sığmır. Eşidəsən xəbərlərdə ki, haqsız yerə, filan yerdə, harada bir insan qətlə yetirildi, insan narahat olsun. Bu müsəlmançılıq göstəricisi. Yoxsa keçdi üstündən heç elə bilirsin olmayıb, bu iman zəifliyinin göstəricisidir.